Rüstem, bugündən sonra hər gün işə gedəcəksən? Bilirəm necə gedəcəksən. Necə ki, instituta gedirdin ha, elə də işə gedəcəksən. Söz danışdı da. Az onda 2 gündən sonra bunu işdən qovarlar ki. Nə? Nə dedi? Deyirəm, instituta girən kimi işə getsə, 2 gündən sonra qovarlar. Eşitmirəm nə deyirsən. Xısa yağız, ürəyim üzüldü ki. Uşağım üçün alma saxlamışam ha. Görüm hara qoymuşam ay bala. Baxın görüm hara qoymuşam, heç bilmirəm. Ha, tapdım. Balam üçün alma saxlamışam, al. Nənə qurban olsun səni, al bala. Ay mənim qaşığı nənə. Yenə başladılar. Ağıllı balamdır mənim ağıllı balamdır. Xatirinə dəymə. Nənə, axşam kinoya gedəcəyəm, istəyirsən sənə də Nə aparım. deyirsən ayıqıl, mən kinoya gedənəm, hə? Orada qucaqlaşırlar, öpüşürlər. Mən namaz qılan arvadam. Bəs dünən televizora baxırdın, orada nə eynirlər? Eşi, az danış ha. Dur, radionu aç, namazım keçir. Yemen'den küsmüsenler gece... Sabahın xeyir Davud. Sabahın xeyir Murat. Xeyir ola, ne tezden durmuşsan? Bir işmiş olmayıb ki. Yox əşi, işə gedirəm. Bəs oxumurdun? Məktəbi qurtardım da, indi də işləyirəm. Harda? Tikintidə fəalə. Nə? Fəhlə? Və necə yəni fəhlə? Sənin canı bacan. Məktəbi qurtardın ki, ha, fəhlə işləyəsən. Sən öləsən, ağabala canı, üst sinif qurtarmışam. Aday, vış şofer işləyirəm. Belədir də. Bəs instituta girmədin? Girə bilmədim. Bravo, Murat, dayan, Nədir? dayan. Bura bax, Murat. Hə. Axı, sənə bir işim düşür. Nə işdir ki? Ərzə yaza bilirsən. Yazıram, ancaq indi işə tələsirəm. Rüstəm gözləyir. Deyən görək, Rüstəm gözlür, qoy gözləsin. Bura bax, sən mənim üçün ərzə yaz. Mən də bax, 2 manat verim sənə. Ver də. Dayan, işləyə dəymə. Ala, min maşına get də. Sən sözündür, necə lazımdır, mən özüm yazaram. Əziz rayon sovetinin sədrinə. Yaz ki... Bu andıra qalmış pilləkənin ucundan... Həyətdə yaşamaq mümkündür. Yavaş da. Uşaqlarımız hər ora çıxanda yıxılıb ölürlər. Dayan. Davud, sənin axı uşağın yoxdur. Necə yəni yoxdur? Əgər uşaqlarım yoxdursa, bəs alimenti məndən nə üçün çıxırlar?